Hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan və İtaliya prezidentlərinin mətbuata birgə bəyanatı artıq yekunlaşdı elə bu zalda və Azərbaycan prezidenti əvvəlcə danışarkən qeyd elədi ki, biz 2015 və 2020-ci illərdə iki strateji tərəfdaşlıq haqqında sənədə imza atmışıq. Əgər 2015-ci ildə sənəd daha çox strateji tərəfdaşlıq haqqında idisə, 2020-ci ildə olan sənəd hər tərəfli strateji tərəfdaşlıq haqqında idi. Azərbaycan və İtaliya münasibətləri bir nümunə olduğunu diqqətə çatdırdı dövlət başçısı və dedi ki, bir-birindən kilometrlərlə uzaq olan hər hansı iki ölkənin bu qədər yaxın münasibətə sahib olması da dünya ölkələri üçün bir nümunədir. Əməkdaşlığın istiqamətlərindən söz açdı Azərbaycan prezidenti. 7 il öncə Sergio Mattarella Azərbaycana, Bakıya gəlmişdi. O zaman tamamilə fərqli bir siyasi mənzərə var idi. TAP-la bağlı müəyyən açıq qalan suallar mövcud idi. Azərbaycan prezidenti dedi ki, məhz həmin dövrlərdə həmin o düyünlərin çözülməsinə çalışırdıq ki, Sergio Mattarella bunun müstəvisində addımlar atdı və öhdəsindən gəlməyimiz üçün dəstək oldu. Amma 7 il sonra mənzərə dəyişib. Həmçində vurğulamalıyıq ki, Azərbaycan-İtaliya Universitetinin növbəti gün açılışı olacaq. Azərbaycan prezidenti bu məsələdən danışarkən diqqətə çatdırdı ki, humanitar sahədə biz əməkdaşlığımızı inkişaf etdiririk. Yəni artıq siyasi məsələlərdən yox, iqtisadi məsələlərdən yox, həm də humanitar istiqamətlərdən danışa bilirik. Azərbaycan və İtaliya münasibətləri həmçinin Avropa İttifaqı müstəvisində təhlil oluna bilər və elə İtaliya prezidenti də qeyd elədi ki, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istəyir. Bunda maraqlıdır və biz də İtaliya olaraq buna dəstək verəcəyik. Azərbaycan lideri isə dedi ki, Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində son zamanlarda daha yaxşı bir münasibət var, daha yaxşı bir məcraya keçib. Bu baxımdan da İtaliyanın da rolu yüksək dəyərləndirilməlidir. Sergio Mattarella digər istiqamətlərdən də danışdı. Dedi, 7 il öncə biz zavodun açılışına gəlmişdik, amma indi tamam fərqli bir mənzərə var. İtaliya-Azərbaycan Universitetinin açılması İtaliya və Azərbaycan universitetləri arasındakı əlaqələri daha da təkmilləşdirəcək. Azərbaycan prezidentinin toxunduğu bir istiqamət isə enerji sahəsindəki əməkdaşlıq idi və təbii ki, TAP vasitəsilə həm İtaliyaya, həm də digər Avropa İttifaqı ölkələrinə, Avropa ölkələrinə təbii qaz ixracını həyata keçiririk. Artıq bu sayı dövlət başçısı bir daha xatırlatdı ki, 14 ölkəyə bunun icrası həyata keçirilir. Amma yeni bir istiqamət var, bu elektrik enerjisinin ixracıdır ki, Azərbaycan prezidenti bu mətbuat konfransı çərçivəsində həm də ona diqqət çəkdi. Dedi, elektrik enerjisinin ixracı istiqamətində də biz addımlar atmağı düşünürük. İtaliya ilə də bu barədə danışıqlar aparılıb, digər Avropa ölkələri ilə də bu müstəvidə müəyyən işlər görüləcək. Qısa şəkildə bütünlükdə nələr danışılıb, buna diqqət çəkməyə çalışdım. Qeyd olunduğu kimi bu dəfəki səfərin əsas mahiyyəti humanitar məqsəddir. Azərbaycan-İtaliya Universitetinin növbəti gün keçiriləcək açılış mərasimində hər iki prezidenti biz görə biləcəyik. İndi isə sözü xəbər mərkəzinə ötürürük.